Bağırsaqlarınızdan bu cür səslər tez-tez gəlir. Bu səslər bağırsaqlarımızda hava və qidanın hərəkəti zamanı yaranır. Əslində bu normal bir hadisədir. Çünki bağırsaqlar tam səssiz işləyə bilmir. Lakin bu səslər tez-tez və yüksək olarsa, deməli problem var. Məsələn, antibiotik qəbulu, stress, şəkərli və işlənmiş qidalardan sonra bağırsaq florası pozula bilir. Bu zaman bağırsaqlarımızdakı faydalı bakteriyaların sayı azalır. Həzmsizlik, qaz və gurultu yaranır. Bundan başqa həzm fermentlərinin zəif işləməsi, qaz əmələ gətirən kələm, noxud, mərci, lobya kimi qidalardan istifadə etmək bağırsaqlarımızda səs-küyə səbəb ola bilir. Əgər bağırsaqlarınızda gurultu ilə yanaşı şişkinlik, ishal, qəbizlik, ağrı kimi şikayətlər varsa və bu problem uzun müddətdir davam edirsə, simbiotik tabletlərindən istifadə edə bilərsiniz. Simbiotik bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində faydalı bakteriyalar olan probiotik və prebiotiklər var. Bəzən təkcə probiotik qəbul etmək kifayət eləmir. Çünki bu probiotiklərin bağırsaqlarımızda yaşaması üçün onlara prebiotiklər lazımdır. Bu məhsulun tərkibində olan prebiotiklər bağırsaqlarımızda olan faydalı bakteriyaların qidalanmasına və onların çoxalmasına səbəb olur. Nəticədə isə bağırsaq florası bərpa olur və bədəndəki iltihab da azalır. Bağırsaq pozulmaları zamanı siz bu məhsuldan gündə bir dəfə 5-10 gün müddətində istifadə edə bilərsiniz. Poçt istehsalı simbiotik tabletləri bütün apteklərdə mövcuddur.